Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti videomuz və növbətin videonun səbəbkarı olacaq belə bir bağlama. Çox güman ki bu bağlanma Çindən gəlib və çox güman ki bu bağlanma gəlib AliExpress deməli satış saytından sifariş vermişdim. Deməli çox güman ki YAG şirkətin sifarişidir, gəlib çıxıb. Deməli sabunları sifariş vermişdim. Test üçün balaca bir miqdarlarda çox görək, çox güman ki onlar olacaqlar. Deməli YAG şirkəti təzə sabunları deməli satışa buraxıb. Çox güman ki mən düşünürəm ki köhnə. Sadəcə olaraq bu şəkilləri dəyişib. Beləliklə təzə sabun adı ilə bizə satır. Çox güman ki. Amma yenə də yenə baxaq bunları. Hamısı deməli YAG şirkətə məxsus olanlardır. Gördüyünüz ki GLC YAG, X-Ruiz, burada GLC YAG, hamısı GLC YAG-dir. Budur. GLC YAG Urban Cocktail. Bu isə mən də sizin kimi kameradan baxıram, biraz da yaxınlaşdıraq baxaq. Bunun adı nə gedir? Aprox. Hamısı gördüyünüz kimi çox balaca miqdarlardadır. 28 qramdır və yaxud One Pose. Və gəlin baxalım bunların qoxularına. Yox, fərqli qoxulardır. Burada hardasa sitrus belə, xanım parfümün belə, xanım parfümlərin qoxusu var. Bu sabunda çox maraqlıdır. Görək, performansları YAG şirkətin sabunlarının pis olmur. Biraz bərkdir, amma yumşaqdır. Yumşaq bərk deyək, nə deyək. Laf da belə krem kimi deyil. Bu bir, deməli adı Aprox'dur. GLC YAG. Hansı mənim xoşuma gəlsə, çalışacağım onun böyük qutusundan alım. Görək, sağlıq olsun. Növbəti məni maraqlandıran bu sabundur. Yox, bu Aprox deyil. Bunun adı başqadır. Aprox başqa şeydir. Bilmirəm, bunun nə adı var, nə sanı var. Təkcə şəkli var. Burada isə yenə də X-Ruiz var. Approximately, yəni ki bu qədərdir deməkdir. Yəni təxmini 28 qram deməkdir. Heç nə. Gəlin növbəti sabunu bundan. Zahiri görünüşcə hamısı eynidir. Bu məni hansısa kişi parfümü xatırladı. Yada sala bilmirəm, amma çox qəşəng qoxusu var. Qoxuları ümumiyyətlə YAG sabunların çox nadir hallarda olur ki, yəni ki zəif olsun. Adətən qoxuları çox belə necə deyirsə yoğun olur, belə dərhal hiss olunan olur. Bu yox, bu sabunun qoxusu ilə də anlaya bilmədim. Opulence-dir, nədir adı? Bu qoxunu anlamadım. Nəticə belə anlamadım. Xoşuma gəlmədi bu qoxu. Və axırıncısı Urban Cocktail. Budur. Görək. Nədir? Bilmədim. Bu biraz hansısa bir təbii bitki otların iyi gəlir. Nə gəlir? Kokteyl də yazılıb. Çox nazik bir qoxusu var. Bunlar da sabunlar indi bir arda bu iki sabunun qoxuları qəşəngdir. Bu daha qadın parfümünə oxşayır. Bu biraz kişi parfümünə oxşayır. Amma qəşəng belə kifayət qədər belə hiss edilən belə qoxulardır. Bunların misal üçün məhz bu X-Ruiz'in görək performansına baxaq. Qoxusu xoşuna gəldi. Ola bilsin, yəni ki
həm özünü, həm də ki aftershave-ini aldım bəlkə. Misal üçün hələ məndə Velvet Rose adlı bir belə dənələmək üçün, test üçün olan sabun var. Odur budur hələ də alıram. Onun böyük qabını. Çox sağ olsun. Deməli Ceyhun abi verdi mənə test üçün, amma qaytardım artıq. Budur, bunlardır. Deməli sabunlar, yoldaşlar, istədim sizlə də bölüşüm. Bu mənim belə yeni əldə etdiyim sabunları. Görək performansları necə olacaq, sağlıq olsun. 4 dənə sabun aldım Yagi şirkətdən. Onu da deyim ki, yəni dəqiq biləsiz, Yagi şirkətlə mənim heç bir əlaqəm yoxdur. Yəni mənə bunları reklam üçün vermirlər. Nədir? Yəni ki, çox obyektiv olaraq öz fikirlərimi bildirəcəyəm, amma istifadə etdikdən sonra. Yoldaşlar, belə də ki, qiymətinə görə, sonra necə deyim sizə, sifariş etdikdə, yəni əminlikliyinə görə ki, gəlib çıxacaq. Mən daha çox artıq neçə illərdir Yagi'dən sifariş edirəm. Ona görə yəni ki, bunların mallarında hər hansısa bir belə deyək, nasazlıq olmağı falanı olmayıb heç vaxt. Ona görə bütün mallardan razıyam. Nə mənada? Yəni ola bilsin ki, hansısa 140-an xoşuma gəlməsin. Amma çatdırılması, sonra qablaşdırılması, keyfiyyəti, yəni ki, hamısı öz yerindədir. Sadəcə olaraq artıq o subyektiv xoşa gəlib gəlməməyi, o məqamlar, o başqa məsələ. Amma bir satıcı kimi pis deyil, pis satıcı deyil. Onu qeyd edim. Onu da qeyd edim ki, yəni reklam etmirəm. Mənim heç bir bağlantım yoxdur. Əgər haçansa olsa, mən dərhal deyəcəm, yoldaşlar, bu misal üçün Yagi şirkətinin filan nümayəndəsi mənə hədiyyə olaraq verdi və siz artıq o sözümdən anlaya bilərsiniz ki, obyektivlik itəcək. Yəni ola bilsin mən biraz özümdən asılı olmayaraq reklam rejiminə keçim. Yoldaşlar, bu qədər sabunlar. Ümid edirəm ki, maraqlı olacaq. Növbəti videolar, tıraş videolarda istifadəsində mən daha ətraflı danışacağam. Spesifikasiyalar necə özlərini aparırlar tıraş zamanı və bununla da sağollaşa bilərəm sizinlə. Sağ olun yoldaşlar, gələn görüşlərə dək.